Amerikada uşaqlar isə belə gülür. İndi oxun ucunu çeviririk Azərbaycana. Azərbaycanda uşaqların tərbiyəsi də ananın bətnindən başlayır. Borc, problem bataqlığında, işsizlik girdabında yuvarlanan ananın yaşadığı stresləri bətnindəki övlad da yaşamağa başlayır. Uşaq doğulur, nəfəsi anasına dəyməmiş onu doğulduğuna peşman edirlər. Ata-ana rüşvət verməlidir ki, onu evlərinə apara bilsinlər. Yoxsa Azərbaycanlı həkimlərin imkanları olsa o uşağı geriyə də qaytararlar. Azərbaycanlı uşaqların bədbəxt taleyinin instrumental faciəsi məhz bağçadan başlayır. İyrənc rüşvət oyunları bu uşaqların taleyinin milli cizgilərini cızır. Daha sonra məktəbdə akademik şəkil alır. 11 il ərzində təhsil sistemi bir ailədə ən az 11 cəbhə yaradır. Ali təhsil almaq, ardınca da işsizlik bizim uşaqları əcaib şəklə salır. Bu dəfə küçələrimizdə, evimizdə, iş yerlərimizdə 25 yaşında ahır ruhlu gənclərlə rastlaşırıq. Suriyada yeni doğulan uşaq Allah deyərək belə ağlayır. Amerikada isə uşaqlar daha aristokrat şəkildə senator sayağı ağlayır. Niyə Azərbaycanda bir uşağın ağlaması hamımızın qəlbində çəpər hörür? Çünki biz dəqiq və qərəzsiz hiss edirik ki, bizim üçün elə öz gələcəyi üçün də ağlayır. Şəxsən başa düşə bilmirəm. Sanki hər birimizin bibərlənmiş, it tiyəsinə keçirilmiş taleyinin dərdini çəkir. Mən Hind fəlsəfəsinə bələdəm. Onların uşaqlar Allahın yerdəki simasıdır deyimini də qulaq ardına vurmuram. Mən dəqiq əminəm ki, ustad muğam ifaçısı Süleyman Abdullayevin ala bilmədiyi xalq artisti adını Mir Yusif adlı bir rep qırıntısı xüsusi fəxarətlə daşıyır. Aygün Kazımovanın O İşığı Söndürün mahnısında haqqında danışdığı işıq, Məhəbbət Kazımovun mədəniyyətimizə bəxş elədiyi işıqdan daha qiymətli çıxdı. Şeirləri ilə poeziyamıza kərkinən Elza Seyidcahan daha çox səmimidir. Amma bənzərsiz səs sahibi Azərbaycanın ən istedadlı tələbələrinin müəllimi Aybəniz Haşimova Mir Yusifin aldığı dərin bircə faizini ala bilmədi. Başa düşürəm ki, mən uşaq vaxtı elə bütün bunları ağlamışam. Ziya Məmmədovun, Hacı Balabu Talıbovun, Ramiz Mehdiyevin nəvələri yəqin ki, başqa cür ağlayıblar. İndi yeni təyin olunan məmurların da nəvələri başqa şəkildə ağlayacaqlar. Amma bizim kimi yox. Onlar ingə etdikcə adlarına şirkətlər açılacaq, villalar, bahalı maşınlar alınacaq. Məmurlar Allahın qədərini də başqa cür anlayırlar. Sən nə cılızlıqda ağıl sahibi olasan ki, yeni doğulan nəvən ağladığına görə Türkiyədə milyonluq villa alıb açarlarını da onun beşiyinin